Ayşadın canlı yayımına qoşulan Təbriz, Hüseyin və Ayşadı çox istədiyini bildirərək tərəflər arasında yaranan dava danışın, söz-söhbətin artıq bitməsi lazım olduğunu dedi. Təbriz daha sonra, əgər bütün bunlar Xoşgədəb xanımın oyunudursa, etməyin, belə şeylərə son qoyun sözlərini səsləndirib. Bu sözlər Ayşadın narazılığına səbəb olub. Ayşad cavab olaraq bildirib ki, biz heç də oyun oynamırıq, kim sizə nə deyib inanmayın, heç bir oyun zad yoxdur. Daha sonra Ayşad Hüseynə söz ataraq bildirib ki, gedin o qardaşınıza sual verin, deyin, niyə öz ağlı ilə hərəkət eləmir, başqasının kiminsə ağlı ilə hərəkət edir. Sizin bilmədiyiniz çox şeylər var. Buyurun sözü gedən yayımı izləyək, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Başla, kuşum sizi. Ben başladım. Yetersen Ayşad başladım. Çok sağ ol, Allah razı olsun ay kardeş. Ayşad, bilirsən ki, mən səni xatirəvi bir insan kimi, bir dəyərli oğul kimi, bir Azərbaycan vətəndaşı kimi çox istəyirəm. Allah razı olsun. Valla belə çıxmasın, mən Hüseyni də çox istəyirəm. Səni də çox istəyirəm. Sənin balavı da sizdən və üzr istəyirəm, pis başa düşməsiniz də yəqin ki, mən sözümü. Hüseyin, səni çox istəyirəm. Bax, Hüseyni çox istəyirəm. Amma sizin balavızı sizdən çox istəyirəm. Yəni, yaxşı mənada, başa düşəsiniz. Allah şeytana nəhlət eləsin. Allah min şeytana nəhlət eləsin. Sənin bir qardaş kimi deyirəm. Allah yüreğinizi görürsün. Allah Bir dayı kimi deyirəm, bir əmi oğlu kimi deyirəm, bir xala oğlu kimi deyirəm. Həmd olsun Allaha, Allah şeytanı nəhlət eləsin. Başqa heç nə demirəm. Bu söhbəti bitirmək lazımdır. Sənin başına dönüm. Sənin üzvə deyirəm, bax, üzr istəyirəm. Hüseynin də üzrə demişəm. Bu Xoşgədəb xanımın oyunudursa, etməyin, eləməyin. Sənə qurban. Yo, bizə qardaş, bizə heç kim oyun oynamaq. Siz niyə bunu fikirləşirsiniz? Vallahi oyun zatı yoxdur. Kim sizə nə deyibsə, inanmayın elə bir şeylərə. Mənə məlumatlar çox gəlib çatıb. Bax, başına dönərəm sənin. Mən səni bir bacı kimi tanıyıram, bir bacı kimi də dəstəkləyəcəm. Niyə? Dost dediyim, səndən qabaq tanıdığım oğlanın, dost dediyim insanın ailəsisən, canısan, ciyərisən. Bugünkü gündə etməyək, eləməyək, Allah şeytanı nəhlət etsin. Bax, sənin qadın... Ay qardaş, siz necədir? Bir dənə gedin qardaşınıza sual verin. Deyin ki, bax, niyə öz ağlından hərəkət etmir? Niyə kimisə ağlından hərəkət edir? Sənə qurban olum, bir dənə söz deyim. Bilmədiyin şeylər var, Sənə üzr istəyirəm, bir söz deyim. Elə bil ki, mən sənin qardaşının doğma. Yoldaşımdan nəsə olub da aramda. Deyirəm ki, sən mənə qardaşsan ki, qaqaş, olub da indi səhvdir. Allah şeytanı nəhlət eləsin. Bunu bir araya gətirmək olarmı? Platformada yox ha. Yəni sözümü pis başa düşmə, sənin qurban olum. Mən sənə bir bacı kimi müraciət edirəm ha. Həmd olsun Allaha, mənim dostumun gözündə gözüm olmaz. Mən dostumun ailəsində gözüm olsa, mən bu günləri dostumun yoldaşına bacı demərəm. Allah canınıza sağ versin. Mən də ümumiyyətlə qardaş dediyim insanlar həmişə qardaş demişəm. Ay qardaş, ümumiyyətlə onu kim sizə deyirsə, qələt edib başını da iki daşa döyür. Bir insanların taleyini əgər oyun kimi nəzərdə tutularsa, Allah onların başlarına... Bacım, bir dənə mən sən söz deyim, qurban olum sana. Gözəl insansan. Bu qardaşınız öyrədilibdir. Bilmək istəyirsinizsə, öyrədən də göz önündədir. Yəni, xahiş edirəm, gedin araşdırın, görün kim onu öyrədib, kim onu yoldan çıxardıb, nə məsələdir, nə deyil. Yəni, xahiş edirəm, yəni bilib-bilmədən danışmayın. Allaha and olsun, oyun zatı yox. Babacım, mənə bax, sənə qurban olum. Bizi yaradan Allahdır. O ilk dəfə ATV-yə üzr istəyirəm, bacı, sənə qurban olum. Səni gözlərim, bir Azərbaycan namusu qeyrətli, bir xanım kimi, bir dəyərli bir Azərbaycan vətəndaşı kimi sənin qarşında diz çöküb, bir qardaş kimi müraciət edirəm. Mənə çatan məlumatlar çoxdur, amma faktla bağlı araşdırmayan insanlar çox azdır. Mən sənə deyirəm ki,
bir insan kimi ha, yəni bir qardaş kimi, elə bir ki evdə böyüyüm mənəm. Bu söz söhbəti batıra, bitirə getsin. Canlı yayımda bu söz söhbətin yeri yoxdur. Hərə bir dənə Mən ümumiyyətlə, bilirsiniz necədir? Mən canlıyı açmışam, qardaş, fikirlərinizə hörmətlə yanaşıram, amma çox xahiş edirəm, Xoşqədəm xanım haqqında elə danışıqlar etməyəyin. Çünki o insan elə insan deyil ki, bəzilərindən fərqli olaraq kiməsə rol versin, ssenari yazsın, nə bilim, oynatsın, Yaxşı. kimi istifadə edir. İndi onlar Xoşqədəm xanım bizə həmişə yaxşılıq keçib. Dəyərli, gözəl insandır, şəxsiyyətli insandır, tanınmış bir hörmət sahibi olan bir xanımdır, dəyərli ana, dəyərli aparıcı, hər tərəfli. Yəni sizi kim öyrədibsə, kimsə öyrədib nəsə, kimsə sizə deyibsə, get belə denən, gedin ona deyin ki, ağıllı olsun, ağlını başına toplasın. mən o boyda canlı yayıma Sənin adamı canlı yayıma yox edin. aparıram. Mən ömür boyu mən kimisə sözünə uymaram. Mən o deyilən Özünüz gəlib, ay qardaş, özünüz gəlib deyirsiniz ki, mənə gəlib mən dedilər deyirəm, ki, bax mən deyirəm, onun sualında cavablandır. O sizi öyrədənə, öyrədən nə idi üstəm? Sizə o məlumatları deyənə deyin ki, doğru danışsın, haqqa girməsin. Bax, bir dənə söz deyim. Bax, O insanın mən o sözlərə qulaq asın. Düzdür, bəziləri Xoşqədəm xanıma təəssüflər olsun ki, onda olan qeyrət, onda olan doğruluq, dürüstlük bəzilərində yoxdur. Ona görə çoxları onu Yaxşı, qurtarmaq istəyir. mən sənə Ayşər, bax, bir qardaş kimi müraciət edirəm. Onların sözünə qulaq asıb olan bir insan olsaydım, mən sənə niyə görə dedim ki, Allah şeytanı lənət eləsin. Gəl bu söz söhbəti yekunlaşdıraq. Ay qardaş, özünüz gəlib deyirsiniz ki, mənə gəlib məlumatlar ötüblər ki, bunlar oyun oynayırlar, belə bir şey var ortalıqda. Vallah elə bir şey Ayşər, yoxdur ortalıqda. Gözəl baxın. Bir dənə icazə verirsən, bir dənə mən sənə söz deyim. Məlumat verirsə, həmin şəxsə gedin çatdırın Üzr ki, istəyirəm. O söhbəti tutub həmin adamı məhv eləyərlər. O söhbəti belə Ha, bacım, qanunlarımız. sənə qurban olum. O söhbəti ucundan tutub getməyək. Mən sənə belə pis çıxmasın, bacı deyərəm, müraciət elədim. Sən də mənə qardaş deyərək. Allah sənin köməyin olsun. Mən sənə demək istəyirəm ki, sənin gözlərviyim, sənin başına dönüm, sənin balanın başına dönüm. Etməyək, eləməyək. Vallahi. Biz etməyik, ay qardaş, biz heç nə etməmişik. Sadəcə olaraq qardaş, siz gedin o həmin şəxsə deyin ki, kiminsə haqqında doğru düzgün məlumat. Sənin də ayqalığında sevgin var, dostluğun var, qardaşlığın var, istəyin var, hörmətin var. Hüseynin də nə səni tapdalamaram, nə də Hüseyni, nə də səni qoymaram kimsə tapdalasın, nə də Hüseyni. O insanın ağzını tutub cıraram ki, Ayşaddır, Hüseyndir, mənim əzizlərimdir. Rola girmir. Məlumatı deyən adam var, gedin elə həmin o şəxsin ağzını cırın ki, bizə yaxşılıq edən şəxsin belə deyim, adını çəkdirib artıq əksiyordu burada danışmasın. Mən o adamın ağzını cırmasaydım, gəlib sənə buradan bacı deyib müraciət edib, Allah şeytanı nəhlət eləsin deyib bu sözümü mən sənə bir qardaş kimi bildirməzdim. Ay qardaş, yaxşı, siz gedib həmin şəxs, o şəxsin adını çəkə bilərsiniz ki, sizə kim məlumat deyib ki, ay belə, ay elə. Həmin şəxsin adını çəkin, biz də həmin şəxsi biz deyərkən, yəni mən və mənim kimilər, həmin şəxsi mən qanuna tapşıracağam ki, üzr istəyirəm. Siz real həyata inanırsınız, yoxsa xəyal həyata inanırsınız? Mən təbii ki, reallara inanıram. Xəyallara nəyinə inanırsın? Ay qardaş, xəyallar yaşamır. Üzr istəyirəm. Ayşər, mən sual verdim, başına dönüm sən bacım. Sən də mənə cavab ver. Dedin ki, real həyatı, düzdürmü? Real həyatda bugünkü günü səni istəyib, sənin Allah şeytanı nəhlət edib deyib, sənin ailəvi, sənin uşağı bir-birinə qovuşduran bir insan sənə müsafirə qoşulub, hörmətlə, izzətlə bunu istəyirsə, bu insandan siz ağır zərbə görərsiniz, yoxsa pis zərbə görərsiniz? Ay qardaş, o qədər insanlar var ki, hər cildə görürlər, bilmirəm, özünüz də yəqin ətrafınızda elə insanlardan zərbələr görürsünüz. Mən insanları tanımıram. Mən heç evimin içindəkini belə tanımıram.
Bax, heç bilmirəm üzr ki, istəyirəm. Mən adi bir sual verdim. Bax dostumun yoldaşısan. Dostumun Ay qardaş, yoldaşı. gedin o dostunuza deyin ki, eşidirsiniz Bəli. məni. Gedin o dostunuza sual verin ki, sənin niyə belə eləyirsən? Arşad sənin pisliyinə demir ki, deyir ki, gəl əl-ələ verək, bərabər şəkildə işləyək. Sən asmasan, Yaxşı. Mən sənin sən sözündən əziyyətlə bizə də təsir edir. mən Azərbaycan Respublikasının vətəndaşı kimi deyirəm və Azərbaycan Respublikasının bir vətəndaş xanımı kimi sənin sözünlə razı durub bu müraciətimi bildirirəm. Sənin bu istəyin Hüseynə qarşı nədir? Fikrin son nöqtün nədir? Ay qardaş, hər şey həyatda qarşılıqlıdır. Kim nə edəcək, etmə bulma dünyasıdır. Hər şey başına gələcək, başında çatlayacaq. Və bizim ailəmizə də nifaq salan göz önündədir. Mən dəfələrlə demişəm ki, mənim ailəmdə söz söhbət yaradan Bacım, var. sənə qurban olum, sənin gözlərimi yeyim anam. Bir dənə üzrü sayın. Uşaq ağlayır, bir dənə mən canlıyı söndürürəm. Canlıyı söndürürəm, uşaq ağlayır, uşaq oyandı.